3-cü və 11-ci saat qurşaqlarının orta meridianlar arasında dərəcə fərqini müəyyən edin. Deməli, 3-cü saat, bir də 11-ci saat qurşaqları. Meridianlar, orta meridianlar arasında dərəcə fərqini. 1 saat 15 dərəcə, 3 saat x dərəcə. X də bərabərdir 3 vurulsun 15 bərabərdir 45. Deməli, 3-cü saat qurşağı həm 12-ci saat qurşağından az olduğu üçün və 45 də 180-dən, daha doğrusu 3-cü saat qurşağı 12-ci saat qurşağından az olduğu üçün buna yazırıq şərq uzunluğu. Bu oldu 45 şərq uzunluğu. İndi ikincini tapaq. Bu oldu 45 şərq uzunluğu. İndi ikincini tapaq. 11-ci saat qurşağı. 11 x dərəcə. X bərabərdir 11 vurulsun 15 bərabər 165. Yəni 12-dən az olduğu üçün şərq uzunluğu. Deyir, orta meridian dərəcə fərqi. 165 şərq uzunluğu, 45 şərq uzunluğu. Eyni olduğu üçün çıxırıq, bərabərdir 120 dərəcə. Cavab Y variantı. 20 sentyabrda günəş çıxmağını 20 sentyabr deyən kimi yazırıq. Günəşin zenitdə olduğu məntəqə 0 dərəcə enlik ekvator. Günəş çıxmağını Qrinviçdən 2 saat sonra müşahidə edən səyyah hansı meridian üzərində durmuşdur? Qrinviç 0-dır. Deyir, 2 saat sonra. Əvvəl desəydi, biz dedik ki, yer kürəsi qərbdən şərqə doğru fırlandığı üçün bu tərəf sonra olur. Daha doğrusu, əvvəl olur. Əvvəl. Bura sonra olur. Sonra. İndi deyir ki, 2 saat sonra. Yəni bu tərəfə. Əvvəl olsaydı bu tərəfə gezəydi. Çünki qərbdən şərqə doğru fırlandığı üçün yer kürəsi qərbdəki məntəqə özündən şərqdəkindən geri, öndən qərbdəkindən irəlidir. İndi deyir, sonra deyir. Neçə saat? 2 saat. 2 saat sonra. 1 dərəcə, daha doğrusu 1 saat 15 dərəcə. Neçə saat deyir? 2 saat. 2 saat x dərəcə. X də bərabərdir 15 vurulsun 2 bərabərdir 30. Və Qrinviçdən sola gedirsə, qərb uzunluğu. Y variantı. Bakıda yerli vaxt saat 19:35-dir. Yazaq. 19:35. Bakı 19:35. Yerləşir 50 şərq uzunluğu. Digər məntəqədə isə saat 14:15-dir. A. 14:15. Coğraf uzunluğu. Deməli, bunlar arasında nə verilib? Saat verilib. Saat verilibsə, bunları dərəcəyə çevirməliyik. Deməli, 1 saat 15 dərəcə, x saat x dərəcə. Deməli, dərəcəyə çevirib, birinci saatlar verilib. Saatları tapaq. X saat bərabərdir. 19:35 fərqini tapaq. 14:15. Görək neçə saat fərq var. 0, 2, 5. 5 saat 20 dəqiqə. 5 saat 20 dəqiqə. Yəni 5 saat 20 dəqiqəni biz dəqiqə ilə yazsaq daha yaxşı olar. Çünki biz dərəcəni tapmaqda 5 saat 20 dəqiqə. 5 saat 20 dəqiqə, 1 saatımız, yəni saatı da tapa bilərik, dəqiqəni tapa bilərik. Amma ən yaxşısı ikisini bir yerdə tapsaq, məsələn, 5 saat 20 dəqiqədir. Bunu birinci saatla, dəqiqə ilə tapıb dərəcələrin üstünə gələ bilərik. Ən yaxşısı, gəlin belə eləyək. 1 saat 15, 5, 20 dəqiqəni sonra eləyərik. X dərəcə. X bərabərdir 15 vurulsun 5. Bərabər 75 dərəcə. Birini tapdıq. İndi dəqiqəsini tapaq. 1 dərəcə 4 dəqiqə. Neçə dərəcədir? Bilmirik. X dərəcə 20 dəqiqə.
Buradan da x vurulsun 4 bərabərdir 20. X bərabərdir 20 bölünsün 4. X də bərabərdir 5 dərəcə. 75 üstünə gəlib 5 olacaq 80 dərəcə. Deməli 80 dərəcə fərq var bunlar arasında. İndi deyir ki, həmin məntəqənin corab uzunluğunu tapın. Yəni Bakıdan biz qərbə doğru 80 dərəcə gedirik. Bakıdan qərbə doğru 80 dərəcə gedəndə gəlin baxaq ki, hara çatırıq. Deməli 50 dərəcədir Bakı. Düzdür? 50 dərəcədir. Bunu formada eləyə bilərik. Qrimvicə kimi gəlirik, sıfıra kimi. Gəlir 50 dərəcə. Belə də eləyə bilərik ki, 80 çıxılsın, 50, 30. Amma sağa doğru, sola doğru getdiyi üçün sıfıra kimi sıfırdan sonra gedirik. Yəni sıfıra kimi 50, sıfırdan sonra 30. Ona görə olur 30 qərb uzunluğu. Cavab D variantı. Bir-birindən 6660 kilometr olan A, B məntəqələri. Kilometr verilibsə, dəqiqə vaxt fərqini, dəqiqəyən soruşur. Kilometr verilibsə, AB. Birinci bunları biz dəqiqə soruşursa dərəcəni tapmalıyıq. Kilometr varsa dərəcəyə çeviririk. AB məntəqələri ekvator üzərindədir. 1 dərəcə qoyulsun uzunluğu 111 kilometr qəbul edirik. X dərəcə 6660. Buradan da x vurulsun 111 bərabər 6660. X bərabərdir 6660 bölünsün 111. X də bərabərdir, x dərəcə bərabərdir 60 dərəcə. Deməli, A, B məntəqə arasında 60 dərəcə. Dərəcə verilib, indi çevirək saata. Dəqiqə ilə soruşursa, dəqiqə ilə tapaq. Deməli, 1 dərəcə 4 dəqiqə, 60 dərəcə, x dəqiqə. Dərəcə ilə verildiyi üçün, dəqiqə ilə istədiyi üçün biz də dəqiqə ilə yazırıq. X, deməli, dəqiqə, x dəqiqə, nəyə soruşur? Dəqiqə bərabərdir, 60 vurulsun 44, bərabərdir 240. Cavab D var, 240 dəqiqə. A, B məntəqənin yerləşdiyi müvafiq saat qurşaqlarını. A, B. Birinci A-nın coğrafi koordinatdan yazacaq. Saat qurşağı deyirsə, paralellə ehtiyac yoxdur. Ancaq meridianlara baxırıq. A bərabərdir. Qrimvicin solundadır. 36 qərb uzunluğu. 36 qərb uzunluğu. Sonra B bərabərdir. Qrimvicin solundadır. 69 şərq uzunluğu. Qrimvicin solundadır. Sağındadır daha doğrusu. Şərq uzunluğu. İndi gəlin. 1 saat 15 dərəcə. X saat x dərəcə. Bizim dərəcəmiz qərb uzunluğudur. Qərb uzunluğu olanda bayaq demişdik ki, birinci 360-dan çıxaq. 360 çıxılsın 36. Bərabərdir 324. 324. İndi gətirək qoyaq yerinə yazaq. 1 saat 15 dərəcə. X saat 324. X vurulsun 15 bərabərdir 324. X də bərabər 324 bölünsün 15. Deməli, 324 bölünsün 15. X də bərabərdir. Deməli, 15. 21 düşür, 15 vur 21. 21 düşür, 21 düşür. Deməli, 9 da qalıq olur. Qalıq 9. Biz demişdik ki, qalıq 7.5-dən böyükdürsə, üstünə 1 gəlir. Olacaq 22-ci saat qurşağı. Deməli, A məntəqəsi 22-ci saat qurşağı. İndi B-yə baxaq. B şərq uzunluğu olduğu kimi yazırıq. X saat 69 dərəcə. 15 vurulsun x bərabər 69. X bərabər 69 bölünsün 15. 4 düşür. 69. Qalıq 9. Yəni 7.5-dən böyük olduğu üçün
Üstünə 1 gəlir. Olur 5-ci saat qurşağı. Cavab C. Yerli vaxt fərqi 1 saat 20 dəqiqə. Yerli vaxt fərqi saat verilibsə birinci dərəcəyə çeviririk. AB, yəni ekvator üzərində yerləşirlər bunlar. Saat verilibsə dərəcəyə çeviririk. 1 saat 20 dəqiqə, dəqiqə ilə hesablayaq, tapaq. 1 dərəcə 4 dəqiqə, x dərəcə, x dəqiqə. Buradan da 1 saat 20 dəqiqədir. 1 saatımız 60 olduğu üçün 60, 20, 80 dəqiqə. 1 dərəcə 4 dəqiqə, 80 dərəcə, daha doğrusu dərəcəni tapırıq. X dərəcə 80 dəqiqə. Buradan da 4 vurulsun x bərabər 80, x bərabər 80 bölünsün 4, x də bərabərdir 20 dərəcə. Deməli, bunlar arasında fərq 20 dərəcədir. 20 dərəcə. Xətt nə qədər olar? Deməli, miqyas verilibsə tənasübümüzü yazaq görək bizdən nə tələb olunur? Ardıcıl getmək vacibdir. Deməli, 1 santimetrdə miqyas xəritədəki məsafə, həqiqi məsafə. Miqyasımız məlum. Bərabər 1 bölünsün 10 milyon. 2, 3, 1, 2, 3. Bunu bölü 100 minə. 1 kilometr 100 min santimetr olduğu üçün 3, 5, 3, 5, 100 kilometr. İndi burada həqiqi məsafəni tapmalıyıq. Bizim AB məntəqəsində dərəcəmiz var. Dərəcə varsa ekvator üzərində 1 dərəcə qoyulsun sonra 111 kilometr. Neçə dərəcə fərq var? 20 dərəcə həqiqi məsafə. Burada həqiqi məsafəni tapaq. Həqiqi məsafə bərabərdir 20 vurulsun 111 bərabərdir 2220 kilometr. Deməli, bizim həqiqi məsafəmiz də məlum. Gəlin xəritə məsafəni tapaq. Aparaq qoyaq yerinə tapaq. Deməli, 1 santimetrdə 100 kilometr. Xəritə məsafə, həqiqi məsafədə 2220 kilometr. Buradan x xəritə məsafə vurulsun 100 bərabər 2220. Xəritə məsafə bərabər 2220 bölünsün 100. O da 22 tam, xəritə məsafə 22,2 santimetr. Cavab D variantı. Mütləq məsələlərdə ardıcıl getmək vacibdir. Ekvator üzrə iki məntəqə arasında 44 kilometrdir. Kilometr verilibsə dərəcəyə çeviririk. Deməli, 1 dərəcə 111 kilometr, x dərəcə 444. 111 vurulsun x bərabər 444, x bərabər 444 bölünsün 111, x də bərabərdir 4 dərəcə. 4 dərəcə varsa, zaman fərqini tapın. Dərəcəni çevirək dəqiqəyə. 1 dərəcə 4 dəqiqə, 4 dərəcə x dəqiqə. Buradan x də bərabər 4 vurulsun 4, x də bərabər 16 dəqiqə. Cavab A. Bakıda yerli vaxt saat 4:20-dir. 4:20 dəqiqə irəli olan məntəqəyə yerləşir saat qurşağının müəyyən. Saat verilirsə birinci bunu biz dərəcəyə çevirməliyik, baxmalıyıq. Nə deyir? İrəli deyir. İrəli deyirsə Bakı. Bakıdan 4 saat irəli. Şərqə gedirik. Niyə? Çünki yer qərbdən şərqə doğru fırlandığı üçün özündən şərqdəki məntəqə irəlidir. Sol tərəf geri. İndi 4 saat 20 dəqiqə. Bunu dərəcəyə çevirək. Bunu dərəcəyə ayıraraq da 1 saat 15 dərəcə, x saat, x dərəcə. 1 saat 15 dərəcə, 4 saat x dərəcə. Buradan x dərəcə bərabərdir 15 vurulsun 4 bərabərdir 60. Birinci tapdıq 60 dərəcə. İndi dəqiqəni tapaq. İndi dəqiqəni çevirək. 1 dərəcə 4 dəqiqə, x dərəcə 20 dəqiqə. 4 vurulsun x bərabərdir 20, x bərabərdir 20 bölünsün 4 bərabərdir 5 dərəcə. Üstünə gəlib 5 bərabərdir 65 dərəcə. 65 dərəcə şərqə gedirik. Bakı yerləşir harada? 50 şərq uzunluğunda. 50 şərq uzunluğu. Üstünə gəlir 65 bərabər 115 şərq uzunluğu. Saat qurşağını deyir. Şərq uzunluğu indi gəlin saat qurşağını tapaq. 1
saat 15 dərəcə. X saat 115 dərəcə. 15 vurulsun x bərabərdir 115. X bərabər 115 bölünsün 15. Bərabərdir. Deməli, 7 düşür. 7 düşür. Olacaq 15, 7. 105, 0. Deməli, 10. 10 dərəcə olacaq. Qalıq 10'dur. Bu da böyükdür 7/5'dən. Biz dedik ki, sərhədlər 7/5'dən kənara çıxa bilmir. 7/5'dən böyük olduğu üçün 7'nin üstünə 1 gəlir. Olur 8 saat qurşağı. C variantı. 5-ci saat qurşağın orta meridianı tapın. Çox sadə. 1 saatdır. 1 saat 15. 5 saat x. X də bərabərdir 15 vurulsun 5. Bərabər 75 şərq uzunluğu. Niyə şərq uzunluğu? 12'dən saat qurşağı aşağıdır. Cavab B variantı.